Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Allahümme ec'al hazal ilme lana ve la hücceten aleyna. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, her bir şeyin edebi qaydası olduğu kimi elmin de, onun məclisin də ədəbləri var. Və bu ədəblərə şəriətimizdən əsas dəlillərdən biri Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin sünnəsində gələn Cibril hədisində var. Hədis Ömər radiyallahu anhudan gəlir. Ömər deyir ki, radiyallahu anhu biz əyləşmişdik Allah Resulü sallallahu aleyhi və səlləmin ətrafında. Onu halqaya almışdıq. Birdən bir kişi gəldi. İz tala aleyna raculun şedidu beyadı siyab ve şedidu sevadu şa'r la yura aleyhi eseru sefer. Diyor ki, birdən bir dənə kişi gəldi, düm ağ paltarlı, düm qara saçlı və üzərində səfər əsəri əlaməti yox idi. Və bizdən də heç kim onu tanımırdı. Və gəldi Muhammed sallallahu aleyhi və səlləmlə üzbəüz əyləşdi. Və öz dizlərini Muhammed sallallahu aleyhi və səlləmin dizlərinə birləşdirdi, əllərini də qoydu, bax bu hissəsinə. Alimlər deyirlər ki, elm tələbəsinin ədəblərindən elm məclisinə gələndə ədəblərdən biri odur ki, gözəl geyimdə gələsən, varsa əgər. Gözəl geyimdə gələsən və sakit şəkildə gələsən. Elm məclisinə daxil olasan, heç bir sual vermədən, manesilik törətmədən, sənə elm verən insanla üzbəüz oturasan. Necə? Həmin kişi Muhammed sallallahu aleyhi və səlləmlə eləmişdi. Necə eləşdi? Üzbəüz. Və burada faydalardan elm tələbəsi üçün ədəbli olmasıdır. Necə o kişi olmuşdu ədəbli. Və o kişi də Cəbrail aleyhisselam idi. İnsan qiyafəsində gəlmişdi öyrətməyə onları. Necə Muhammed sallallahu aleyhi və səlləmlə ədəbli olmalıdırlar. Və həmçinin orada faydalardan, dəyərli qardaşlar, çoxdur faydalar, lakin faydalarından, əsas faydalarından tələbənin onu öyrədənə olan diqqətidir, hörmətidir. Və həmçinin başqa dəlillərdən Musa aleyhisselam o zaman ki Xıdırla səfərə çıxırlar, Musa aleyhisselam ona deyir ki, həl ətəbi'ukə alə ən tuəlliməni mimmə ullimtə rüşdə. Sənə doğru yol göstərən elmdən mənə də öyrətməyin üçün səninlə gəlməyə mənə icazə verərsənmi? Görürsünüz, Musa aleyhisselam kim idi qardaşlar? Allahın ulul əzm 5 dənə o seçilmiş peyğəmbərlərindən idi. Əzm peyğəmbərlərindən sayılırdı. Lakin o, necə deyərlər, statusu, o dərəcəsi ona mane olmadı ki, özündən, elmdə aşağı olandan birisindən elm götürsün və ya götürməsin. Allah Teala bizim hər birimizi elmə və onun əhlinə qarşı ədəblərdən etsin. Bu ilk öncə həm özümə, həm də sizə xatırlatma idi. Və təbii ki, qardaşlarım, bu danışdığım şeylər elm əhlinə aiddir. Bu ədəb elmə və onun əhlinə aiddir. Biz əlhəmdülillah sadəcə xatırladanıq. Xatırladırıq, deyirik, faydalandırmağa çalışırıq. Lakin kim elmin əhlidirsə, bu məsələlər onlara aiddir. Və sonra dəyərli qardaşlarım, yenə özümə və sizə xatırlatmaq istədiyim mövzu Allaha bağlı olmaqdır, dünyaya yox. Aləmlərin Rəbbi olan Allahı razı salmağın üzərində çalışmaq lazımdır. Hər birimiz Allahın qarşısında necə nicat tapacaq, Allah bizi bağışlayacaq, yoxsa bağışlamayacaq.
Allah bizi cənnətə salacaq, yoxsa cəhənnəmə? Qiyamət günü itaətkarlarla bir yerdə olacaq, yoxsa asilərlə bir yerdə? Hər bir müminin düşüncəsi, himməsi, zikri, düşüncəsi bu olmalıdır. Görəsən, Rəbbim məni bağışlayacaqmı? Mən nə etməliyəm ki, Rəbbim məni bağışlasın? Hansı əməllərin sahibi olmalıyam ki, Rəbbim məndən razı qalsın? Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَرِضْوَانٌ مِنَ اللّٰهِ أَكْبَرٌ Allahın razılığı daha böyüdür. Bir çox razılıqlar var. İnsanların razılıqları, valideynin razılığı, işdə müdürün razılığı, yoldaşların razılığı, qohumların razılığı, ətrafında olan insanların razılığı. Lakin bunların razılıqlarına baxsan, hər birisi fərqli-fərqlidir. İmam Şafi necə deyir, rahiməhullah? Ridan nəs qayətun lə tudrak. İnsanların razılığı elə bir qayədir ki, heç vaxt onu əldə eləyə bilməyəcəksən. Birini razı salsan, digəri narazı olacaq. Birini razı salsan, digəri narazı olacaq. Hətta insanın ən yaxın insanları, yaxın qohumları görürsən, bəzən razılaşmır. Lakin tək olanı, aləmlərin Rəbbi olan Allahı razı salmaq daha üstündür. Allah Teala bunun üçün qeyd edir ki, وَرِضْوَانٌ مِنَ اللّٰهِ أَكْبَرٌ Allahın razılığı daha böyüdür. Bu ayəni Allah Teala cənnətdən, cənnətin içində olan neymətlərdən, cənnətdə mömin kişilər üçün hazırladığı o huri qadınları deyəndən sonra deyir ki, lakin Allahın razılığı bunların hər birisindən böyüdür. Qaldı ki, dünyanın içində olanlar. Hansı daha əfsəldir? Allahın razılığı mı daha əfsəldir? Allahın cənnəti mi daha əfsəldir? Yoxsa dünya və dünyanın içindəkilər? Allah Teala dünyanı bizə tanıtdırır, dəyərli qardaşlar. Allah Teala bizə Quran-ı Kərimdə dünyadan danışır. Hədid surəsi 20-ci ayədə buyurur ki, Allah Teala İ'ləmu, bilin ki, ennəməl həyətud dünya laibun və rəhbun. Bilin ki, dünya həyatı oyun, əyləncədən başqa bir şey deyil. Və zinətun, bərbəcəkdir dünya həyatı. Və təfəxurun beynəkum, bir-birimizin arasında fəxr eləməkdir. Və təkəsurun fil əmvali vəl-əvləd. Və dünyada sizin işiniz evladları çoxaltmaq, malı çoxaltmaq, bir-birinlə bunda yarışmaqdır. Həqiqətən də belədir, dəyərli qardaşlar. İnsanlar əksəriyyəti evladı çox olsun, malı mülkü çox olsun, əlində olan neymətləri çox olsun, lakin Allahın razılığını unudur. Allah Teala verir sənə dünyanı, evladı, malı, mülkü, neyməti. Lakin Allah Teala sənə ona görə verir ki, sən Allahın axirətin razılığın qazanmağın üzərində istifadə eləyəsən. Təsəvvür edin, Allah Teala deyir ki, Ennəməl həyətud dünya laibun və ləhvun və zinətun və təfəxurun və təkəssurun fil əmvali vəl-əvləd. Dünya, oyun, əyləncədir. Əyləncə bitəcək, oyun bir gün bitəcək. Necə dünyada olan oyunlar, necə əvvəli var, axırı var. Allah Teala deyir ki, bu da oyundur. Oyunun alətləri bərbəzəkdir deyir. Artırırsınız dünya bərbəzəklərini, artırırsınız evladları və malları. Lakin Allah Teala başqa yerlərdə bildirir ki, Quran-ı Kərimdə mal, mülk sizi mənim zikrimdən yayındırır. La tulhikum əmvalukum və əvladukum an zikrillah. Mallarınız, evladlarınız, əlinizdə olan neymətlər sizi Allahın zikrindən, Allaha ibadətdən, Allaha olan xidmətdən, qulluqdan yayındırmasın. Təsəvvür edin ki, Allah Teala mal, mülk, hər şey verib. Maşallah malın çoxdur, mülkün çoxdur, ticarətin var. Allah sənin üçün artırıb. Lakin imanın zəifdir. Niyə görə Allahdan ruzu istəyirsən? Niyə görə Allah sənə ruzu verməlidir? Halal ruzu, cənnəti qazanmaq üçün. Lakin Allahın sənə verdiyi ruzu imanını azaldıb. Hansı daha xeyirlidir? وَرِضْوَانُ مِنَ اللّٰهِ أَكْبَرُ Allahın razılığı mı daha xeyirlidir? Yoxsa Allahın sənə verdiyi mal, mülk, hansı ki səni Allahdan və Rasuldan yayındırır? Hansı ki dində səni zəif eləyib? Necə müsəlmanlardan birinə sual verirlər ki, sən bir gün kasıb idin. Allah sənə mal, mülk verdi. Artırdı Allah Teala mal və mülkünü. Nə dəyişdi sənin üçün? Deyir ki, dəyişən bir şeydir. Allahla söhbətim azalıb. Mən kasıb olanda hər bir dərdimi Allaha deyirdim. Harasa getmək istəyəndə Allahdan yardım istəyirdim ki, ya Rab,
ora getməyə asanlaşdır. Sıxıntım olanda dua edirdim, Allah Taala'ya əlimi qaldırırdım ki, ya Rab, o işi asanlaşdır. Lakin bu gün malım, mülküm var. Allah Taala mənim üçün artırıb, genişləndirib, dua eləməyi unutmuşam. Allahla gizlinim yaddan çıxıb. Həqiqətən də belədir, dəyərli qardaşlar, vallahi. Bir gün Allah Taala sənə verdiyi hər bir şeyin içindən səni çəkib çıxardacaq. Hamısı burada qalacaq. Bağlandığın ailə də, evlad da, mal da, mülk də, miniklərin də, atan da, anan da, hər birisi səni aparacaq, qəbirə qoyacaq, üstüvə torpaq atacaq. Ən çox səni sevən, atan və anan, bacın və qardaşın, səninlə bir yerdə namaz qılan qardaşların üzərivə torpaq atacaqlar. Üzərivi torpaqla bağlayıb evlərinə qaydacaqlar. 3 gün, 5 gün, 1 ay, 1 il sən yaddan çıxacaqsan. Kiminlə qalacaqsan tək? Elədiyin salih əməllərlə. Əgər varsa, əgər salih əməllərin varsa, onlarla baş-başa qalacaqsan. Vay o gündən ki, insanların salih əməlləri yoxdur. Allaha olan bağlılıqları, Allaha olan etimadları yoxdur. Sonra Allah Taala bu ayənin davamında buyurur ki, Allah Taala buyurur ki, ayənin davamında dünya sizi aldatmasın. Aldatmasın dünya. Vallahi dəyərli qardaş, Allah Taala bugün sənə veribsə dünyanı, ahirəti qazanmağın üçün verib. Allah Taala sənə mini nəsib eləyibsə, sən o miniyə minəndə Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin duasını eləməyin üçün verib. Lakin sən miniyə minirsən, Allah yadından çıxır. Bismillah demək belə yadından çıxır. Sürürsən haramlara, sürürsən asiliklərə, musiqilərə xod verirsən, şeytanı razı salan əməllər, lakin onu Allah verib. Allah sənə verdiyini, Allaha asilikdə istifadə edirsən. Heç ədalətdəndirmi? Allah sənə pisliyi mi elədi? Allah sənə yaxşılıq elədi. Uzun müddətə qət elədiyin yolu Allah Taala asanlaşdırıb. Allah Taala səni qaldırır, göyə ruzuvu verir. Allah Taala səni salır yerə, ruzuvu verir. Yaxşılıq eləyir sənə. İnnallaha yuridu bikumul yusur və la yuridu bikumul usur. Allah Taala deyir ki, Allah sizə asanlıq istəyir, çətinlik istəmir. Asanlaşdırıb sənin üçün onun razılığını qazanmağından ötürü. Haramlar eləmə, Allaha asi olanların yolunda istifadə eləmə. Onun içində Allaha yaxınlaş. Onun içində Allaha zikr elə. Ona minəndə bismillahlə, düşəndə əlhəmdülillahlə, Allahın yolunda istifadə eləməklə, müsəlmanların yolunda istifadə eləməklə, ehtiyacı olanların yolunda istifadə eləməklə. Buna görə Allah Taala verib. Lakin Allahın verdiyi nemətləri Allaha asilikdə istifadə eləmək vallahi bəladır. Vallahi bəladır. Allah Taala buyurur ki, "Və fil axirati azabun şədid." Axirətdə şiddətli əzab var. Allahın əzabı insanların əzabı kimi deyil. Allahın əzabı şiddətlidir. Gərək insan Allahı unutmasın. Allahın üzərində olan, onun üzərində olan rəhmətini unutmasın. Allahın qəzəbini unutmasın. Maddiyyat qazanmaq üçün səfər edirsən, uzun müddət səfərlərdə olursan, lakin yadından çıxmasın ki, Allah Taala səni səfərdə də öldürə bilər. Allah Taala sənin canını səfərdə də ala bilər. İnsanların əksəriyyəti qarınlarını fikirləşir. İnsanların əksəriyyəti üzərində olan geyimlərini fikirləşir. İnsanların əksəriyyəti mallarını çoxaltmağı fikirləşir. İnsanların əksəriyyəti rahat yaşayışı fikirləşir. Lakin Muhammed sallallahu aleyhi və səlləm necə hədisdədir? Ey Ömər, sən istəmirsənmi? Dünya, onların axirət bizim olsun. Mömin insan, cənnətə həris olan insan, vallahi qəlbin rahatlığını fikirləşər. Qəlbinin rahat olmasını fikirləşər. Ki, necə edim Rəbbim məndən razı qalsın? Necə edim ki, Allah mənə verdiklərini Allahın yolunda istifadə edim? Allahın razılığını qazanmağın üzərində istifadə edim. Allah Teala başqa bir ayda buyurur ki, "Aradıytum bil hayati dunya minel ahireti fema meta'ul hayati dunya fil ahireti illa qalil." Yoxsa siz ahirət həyatını dünya həyatına dəyişmişsiniz. Dünya həyatı ahirətə nisbətdə heç bir şeydir.
heç bir şeydir. Və mə indallahi xayrun lil əbrar. Allahın qatında olanlar, Allahın qatında olan cənnət, əbədi həyat, enliliyi yerlər və göylər qədər olan cənnət, orada Muhammed sallallahu aleyhi və səlləm, orada Abu Bakır, orada Ömər, orada Osman, orada Əli, orada qadınlar üçün Ayşələr, Məryəmlər, Safiyyələr, Allaha kişilərdən də daha çox itaət edən Xədicələr, onlar mı daha xeyirlidir? Yoxsa dünyanın içində bizi yayındıran, müvəqqəti olan neymətlər, vallahi ağlı olan insan, vallahi cənnətə həris olan insan bunun üçün çalışmalıdır. Allah Teala deyir ki, orada onlar üçün içki var. Xitəmuhu misk. Onun möhürü miskdəndir. Və fī zəlikə fəlyətənəfəsil mütənəfisun. Nəfəslərini həlak edənlər, o nəfəs alanlar, tənəffüs yollarını həlak edənlər, qoy bunun üçün həlak etsinlər. Yəni cənnət üçün çalışsınlar, oranı qazanmaq üçün çalışsınlar, Rəblərinə qovuşmaq üçün çalışsınlar. Salih sələflərin Allahla görüş istəmələrinə baxsaz, qardaşlarım, biri çıxır bazara, deyir ki, ya şəvqah, ya şəvqah, ya şəvqah, darıxmaq, darıxmaq, darıxmaq. Deyirlər ki, nə üçün darıxırsan? Nədir səni darıxdıran? Deyir ki, vallahi, elə birisi üçün darıxıram ki, o məni görür, mən onu görmürəm. Yəni, Rəbbim üçün darıxıram, onunla görüşmək üçün darıxıram, tez qovuşmaq istəyirəm ona. Başqa bir sahabəsi Allah Resulü sallallahu aleyhi və səlləmin düşmənlərdən biri xəncəli isabət edir qarnına və xəncəl qarnından girib arxasından çıxır. Əlini qoyur yarasına, qanı götürür, sürtür üzünə. Deyir ki, Fuztu və Rabbil Kəbə, Kəbənin Rəbbi olan Allaha and olsun, nicat tapdın. Qarşında olan düşməni deyir ki, öldürmüşəm səni, yaralamışam səni, nə ilə nicat tapmısan? Deyir ki, aləmlərin Rəbbi olan Allahla qoruşmaqla, gedirəm Allaha. Sən elə bildin udursan, əslində uduzmusan, məni göndərdin Rəbbimə. Təsəvvür edin, insanların Allahla görüşmək istəyi. Lakin kim istəyir Allahla görüşməyi? Allah üçün salih əməl edənlər. Möminin canının alınması ilə kafirin canının alınmasında böyük bir fərq var. Möminin canının alınmasından danışanda Muhammed sallallahu aleyhi və səlləm deyir ki, su içənin ağzından düşən damcı ki var, möminin canını elə alacaqlar, mələklər. Lakin kafirlərin, fasiqlərin, zalimlərin və mücrimlərin canını mələklər alanda tikanlı məftildən yun kimi dartacaqlar. Təsəvvür edin. Mən əhəbbə liqa Allah, əhəbbəllahu liqaəhu. Kim Allahla görüşməyi sevərsə, Rəbbimlə qovuşmağı istəyirəm, onun qarşısına çıxacam. Allah Teala ayədə bildirir ki, kim belə olarsa, Allahla görüşməyi istəyərsə, bu ayəni tətbiq eləməlidir. Mən kənə yarcu liqa'a rabbihi fəlyəməl əmələn salihə və lə yüşrik bi ibadəti rabbihi əhədə. Sizdən kim Rəbbi ilə görüşməyi istəyirsə, arzulayırsa ki, Rəbbimin qarşısına çıxım, qoy salih əməllər etsin və salih əməllərində Rəbbinə heç bir şey ortaq qoruşmasın. Lakin ikinci insana baxın. وَمَنْ كَرِهَ لِقَاءَ اللّٰهِ كَرِهَ اللّٰهُ لِقَاءَهُ. Kim Allahla görüşməyi istəməzsə, Allah da onu görmək istəməz. Təsəvvür et ki, iki insan var. Allahla görüşməyi arzulayan insanlar və Allahla görüşməyi arzulamayan insanlar. Allahla görüşməyi arzulayan insanlar o kəslərdir ki, onlar salih əməl üzərindədirlər. Və bilirlər ki, Allah onlara vəd verib. Allah onların əməllərinin mükafatını verəcək. Allah Teala bir çox ayələrdə bildirib ki, İnnə lə nudi'u əcra mən əhsənə əmələ. İman gətirib, salih əməl edənlərin mükafatını heç vaxt boşa çıxartmarıq. Lakin Allahla görüşmək istəməyənlərin haqqında da Allah Teala Quran-ı Kərimdə bir neçə ayədə bildirib. Təsəvvür edin ki, kafirlər barədə Allah Teala deyir ki, onlar cənnətə heç vaxt daxil olmayacaqlar. Ta ki, nə vaxt? Dəvə iynənin gözündən keçməyənə qədər. Başqa bir ayda Allah Teala vurur ki, İnnəl-ləzīnə kəfəru və mətu və hum küffar. O kəslər ki, küfr eləyib, kafir kimi ölüblər, onlar kafirlərdir. Və lən yuqbələ min əhədihim mil'ul ardı zəhəbən və ləv iftədə bihi. Onlardan birinin dünya dolusu qədər qızılı olsa, sədəqə vermək istəsələr ki, Allah onu xilas etsin cəhənnəmdən.
Lakin Allah Taala qəbul eləməyəcək. Dünya dolusu qızıl, əziz qardaş. Allah Taala sənə bir dənə şey verib. İman. Allaha iman gətirmək. Dünyanın və içindəkilərin hər birindən xeyirlidir. Muhammed sallallahu aleyhi ve sellem sübh namazının 2 rükət sünnətindən xəbər verib. Rak'ateyl fəcr, sübh namazının 2 rükət sünnəti hayrun minəd dünya və mə fihə. Dünyadan və içində olanlardan daha xeyirlidir. 2 rükət namaz, sənin də qəlbində tövhid əqidəsi daşıyırsan, Allahın təkliyin daşıyırsan, tək Allaha ibadət eləyirsən, Allah Taala bunun üzərində sənə nə vədlər verib? Allah Taala bu ki, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضِ اُعِدَّتِ الْمُتَّقِينَ. Enliliyi yerlər və göylər qədər olan cənnətə, müttəqilər üçün hazırlanmış cənnətə və Rəbbimizdən olan bağışlanmaya tələsin. Hər birimiz dəyərli qardaşlar, özümüzə sual verək. Allahla görüşmək üçün hazırıqmı? Məgər mən bugün dünyamı dəyişsəm, Allahın qarşısına çıxardacaq ixlaslı və sünnətə uyğun əməllərim varmı? İmanım yüksək dərəcədədir, yoxsa imanım azdır? Bu imanı mən Allaha təqdim eləyə bilərəm, yoxsa yox? Allah Taala başqa ayədə buyurur ki, وَلَكِنَّ اللّٰهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرُ وَالْفُسُوقَ وَالْعِصْيَانَ. Allah imanı sizə sevdirib, qəlbinizi onu bəziyib. İman daxil eləyib Allah Taala qəlbinə və onu qəlbində sevdirib, bəziyib Allah Taala. Sonra deyir ki, küfrə, asiliyə, fasiqliyə qarşı qəlbimizdə ikrah hissi oyadıb. Kimin qəlbində iman sevgisi, salih əməllər var, salih əməllərlə bəzənibsə, o Allahla görüşmək istəyər. O Allaha əməllərini təqdim eləmək istəyər. Lakin kimin qəlbində asiliyə, fasiqliyə, zalımlığa, günahlara sevgi daha çoxdursa, o istəməyəcək. O istəməyəcək Allah Taala'la görüşmək. Allah Taala başqa bir ayədə buyurur ki, وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْبٌ وَلَعْبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانِ. Allah Taala deyir ki, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Amma axirət həyatı həqiqi həyatdır. لَوْ كَانُوا يَعْلَمُونَ. Kaş ki siz bunu başa düşərdiniz. Vallahi dəyərli qardaşlar, kaş ki biz başa düşərdik ki, bizə qalan Allah olacaq. Bizə qalan qəbirdə Rəbbimiz olacaq. Bizə qalan ölüm ayağında Rəbbimiz olacaq. Bizə qalan hesabat meydanında Rəbbimiz olacaq. Bizi cənnətə daxil etsə Rəbbimiz daxil eləyəcək. Bizi peyğəmbərlərin, sıddıqların, şəhidlərin və salihlərin dərəcəsinə qaldırsa Rəbbimiz qaldıracaq. Əgər bunları Allah Taala verməsə, bizi Allahdan yayındıran dostlarımız bizə verməyəcək onu. Bizi Allahın meçitindən yayındıran seyriyallar, bizi Allahın meçitindən, cemaatdan, elimin məclisindən yayındıran çayxana dostları, sigaret məclisləri, Allaha asili eləyən dostlar bizə onu verməyəcək. Onlar bizim imanımızın azalmasına səbəb olur. Onlar bizə nə ikən axirətdə cənnəti vermək. Bir dənə dini fayda vermir adam bizə. Necə gəlib bizi Allahın əzabından xilas eləyəcək? Ona görə dəyərli qardaşlar, Allah Taala bizə məsləhət görür və əmr edir Quran-ı Kərimdə bir çox yerdə. İttəqullahə, Allahdan qorxun. Allahdan qorxun. Və kunu mə'as-sadiqin. Salih insanlarla bir yerdə olun. Kimdir salih insanlar dəyərli qardaşlar? Sadiq insanlar. Mə'as-sadiqin deyir Allah Taala. Sadiq insanlar Allahla sadiq olanlardır. Gizlində, aşkarda Allahla eyni olanlardır. Necə dəfələrlə danışırıq dəyərli qardaşlar. Allah Resulü sallallahu aleyhi və səlləmin sahabəsi gəlir, deyir ki, Allah Resulü sənə beyyət eləyirəm. İstəyirəm sənə beyyət edim və döyüş yolunda səninlə bir yerə döyüşə girim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onun beyyətini qəbul eləyir. Və ondan əvvəlki döyüşlərdən götürülən qənimətlərdən göndərir ona Muhammed sallallahu aleyhi və səlləm. Və o da deyir ki, bu nədir mənə verirsiniz? Bəzi qoyunlar və bəzi əşyalar deyirlər ki, bu qənimətdən sənə düşən paydır. Allah Resulü sallallahu aleyhi və səlləm göndərib. Tez gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Deyir ki, Allah Resulü bu nədir mənə verirsən? Deyir ki, qənimətdir. Deyir ki, mən sənə buna görə beyyət eləməmişəm. Deyir, yaxşı, nə istəyirsən?
Deyir, sənə beyyət eləmişəm ki, döyüş olsun, mən o döyüşə daxil olum, Allah üçün vuruşum, düşmənin oxu boğazıma isabət eləsin və arxadan çıxsın, Allahla şəhid olaraq qarşılaşım. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, İn təstuqullah yəstuquk. Əgər sən Allaha verdiyin bu vədə sadiq olarsansa, Allah səni təsdiqləyəcək. Necə Allahdan istəmişdirsə, Allah onu da ona müvəffəq eləyir. Düşmənin oxu boğazına isabət eləyir. Gətirirlər onu Muhammed sallallahu aleyhi və səlləmin yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu qoyur qarşısına, deyir ki, ey Rəbbim, bu sənin qulundur. Sənin üçün hicrət elədi, beyyət elədi və sənin üçün şəhid olmaq istədi və vuruşdu və şəhid oldu. Mən də şahidəm ki, o şəhiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə demişdi? Əgər sən sadiq olsan, Allah səni təsdiqləyəcək. Əgər mümin insan radıytu billahi rabben və bil islami dinən və bi Muhammedin sallallahu aleyhi və səlləm, əgər bir insan Rəbbim Allahdır deyirsə, Peyğəmbərin Muhammeddir sallallahu aleyhi və səlləm deyirsə, dinim İslamdır deyirsə, bunun üzərində sabitdirsə, sadiqdirsə, Allah ona gözəl sonluq nəsib eləyəcək. Allah onu qəbirdə nizat tapanlardan eləyəcək. Allah onun sorğu sualını asanlaşdıracaq. Hansı sorğu sual dəyərli qardaşlar? Neçə min il gəlib hədisdə? İnsanlar sorğu sualında neçə min il gözləyəcəklər? 50 min il ayaq üstə gözləyəcəklər. Ən şiddətli anda. Lakin Muhammed sallallahu aleyhi ve sellem hədisdə xəbər verir ki, həmin o 50 min il mömin üçün əsrlə zöhrün arasında olan vaxt qədər olacaq. Allah Teala sənin üçün asanlaşdıracaq. Niyə görə? Allah üçün yaşamısan. Görmədiyin Allah üçün yaşamısan. Görməmisən, ona iman gətirmisən. Sənə verilmiş ən dəyərli şeyi, ömrüvü Allah üçün sərf eləmisən. Ömrün boyu namaz qılmısan, oruç tutmusan, sədəqə vermisən, pisliklərdən çəkinmisən ki, Allah bunu xoşlamır. Yaxşılıqları etmisən ki, Allah bunu xoşlayır. Tövhidlə Allaha ibadət eləmisən, şirki tərk eləmisən, Rəbbi uzaldmısan, o da səni uzaldacaq. Alçaldıcı bir gündə, kafirlər üçün, münafiqlər üçün, zalimların alçaldığı bir gündə Allah Teala səni uzaldacaq. İnnellezine amenu ve amilu salihat. Allah Teala deyir ki, o kəslər ki, iman gətirib salih əməllər edirlər, onlar üçün yaratdıqlarımızın qəlbində sevgi qoyacaq. Allah Teala başqa bir ayədə deyir ki, يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدَ. O gün Allahdan qorxanları, mərhəmətli Allahın qarşısına hörmətli nümayəndələr kimi gətirəcəyik. Hörmət olmayacaq qiyamət günü sənə. Allah Teala sənə hörmət eləyəcək. Şəxsən sənə iman gətirdiyinə görə, əmir və qadağaları yerinə yetirdiyinə görə. Lakin hansı gündə? Hörmətsiz şəkildə gələn insanların günündə Allah Teala səni hörmətli eləyəcək. Ona görə dəyərli qardaşlarım, Allah üçün yaşamağa dəyər. Allah üçün nəfəsləri həlak eləməyə dəyər. Allah üçün bu meçidə gəlməyə dəyər. Allah üçün qardaşlıq eləməyə dəyər. Ne üçün? Çünki Allah Teala mükafat verəcək. Kim ki Allah üçün deyil, dünya üçün qardaşlıq eləyirsə, o elə dünyada qalacaq. Ona Allah Teala qiyamət günü heç bir savab verməyəcək. Allahdan heç bir şey ala bilməyəcək. Kimlər ki Allah üçün qardaşlıq edir, Allah üçün bir-birini sevir, Allah üçün birləşiblərsə, onları Allah Teala mükafatlandıracaq. Kimin məqsədi dünyadırsa, dünyanı əldə eləmək üçündürsə, hansısa dünyavi bir mənfəətdən ötürüdürsə, o Allahdan heç bir şey ala bilməyəcək. Kimlərin dostluğu dünya üzərindədirsə, dünya qutaranda o bitir. Kimlərin ki dostluğu Allah üçündürsə, o heç vaxt bitməyəcək. Ölənə qədər davam edir. Ona görə dəyərli qardaşlar, Allahın bizə verdiyi nemətlər bizi Allahdan yayındırmamalı, əksinə Allaha tərəf aparmalıdır bizi, Allahın razılığını qazanmağa yönətməlidir. Kimin malı, mülkü, ailəsi, evladı, dostu, tanışı, qohumu, əqrabəsi onu Allahdan yayındırırsa dəyərli qardaşlar, Allahdan xilas elə bilməyəcək o şeylər onu. Ona görə özvü Allahın odundan qoru, ailəvi Allahın odundan qoru, Allahın sənə verdiklərini Allah üçün sərf elə, Allah üçün istifadə elə, Allahın razılığını qazanmaqdan ötürü istifadə elə, bu sənin üçün daha xeyirli olacaq. Çünki necə Allah Teala deyir,
Allahın razılığı daha böyüdür. Salih sələflərimizdən gələn sözlərdə səhv eləmirəmsə İmam Şafi rahimahullahın sözü də buyurur ki, İnnə lillahi ibadən futanə, Allahın ağıllı qulları var. Tərakud dünya və xaful fitənə, dünyanı onun fitnəsindən qorxaraq tərk eləyiblər. Tərk eləmək deyəndə, dəyərli qardaşlar, dünyanı əlində olanları tərk eləyib kənara qoymaq deyil. Dünyanı tərk eləmək, onu qəlbə salmamaqdır. Dünyanı tərk eləmək, əlivə gələndə həddindən artıq sevinib Allaha asilik eləməmək, əlindən gedəndə həddindən artıq üsyan elib Allaha qarşı gəlməməkdir. Lakin əgər Allah Taala səni veribsə, sənə lütf eləyib, asanlaşdırıb sənin üçün, necə sahabələr gəlirlər, deyirlər ki, ey Allahın Rasulü, zəhəbə əhlüd-düsur bil-ucur, varlı qardaşlarımız savabları apardılar. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara təsəlli verir. Əvəleysə qad cəalallahu ləkum mə təsəddəqun, məgər Allah siz də sədəqə edəsiz deyə sizə sədəqə verməyibmi? İzah edir ki, sədəqələr nədir? Və bi kulli təsbihatin sadaqa, hər bir subhanallah sədəqədir. Və bi kulli təkbiratin sadaqa, hər bir Allahu akbar sədəqədir. Və bi kulli təhmidətin sadaqa, hər bir əlhəmdülillah sədəqədir. Və bi kulli təhlilətin sadaqa, hər bir la ilahe illallah sədəqədir. Sonra bunu öyrənib edəndən sonra gəlirlər ki, Allahın Rasulü, varlı qardaşlarımız bu zikri də öyrəndilər. İndi həm zikr eləyirlər, həm də malların xərcləyirlər. Yenə bizdən üstündülər. Allah Rasulü sallallahu aleyhi ve sellem o varlı olanları qınamadı. Dedi ki, Allahın lütfüdür, istədiyinə verir. Onlar üçün belə asanlaşdırır. Lakin o kəslər üçün ki, Allaha onları yaxınlaşdırır. Sonra buyurur ki, rahimahullah, nəzaru fiyhə fələmmə alimu, Allahın ağıllı qulları dünyaya baxıblar və biliblər ki, ənəhə leysət li hayyin vatənə, heç bir sağ olan insanın vətəni dünya ola bilməz. Heç bir sağ olan insanın vətəni dünya ola bilməz. Cəaluhə lüccətən və təxadu salihəl ə'məli fiyhə sufənə, dünyanı özləri üçün bir dəniz, salih əməlləri də gəmi ediblər. Dünyanı özləri üçün bir dəniz, salih əməlləri də gəmi ediblər. O gəmiyə minib sahilə çıxmaq istəyirlər. Yəni salih əməlləri edərək Allahla görüşmək istəyirlər. İbn-i Qayyim deyir ki, rahiməhullah, dünyaya bağlanan insan, dünyanı əldə etmək istəyən insan, dənizin üzərində iz qoymaq istəyən insana bənzəyir. Heç onu bacararmı? Bacararmı bir insan suyun üzərində iz qoysun? Mümkün deyil. Bunu edə bilməzsən. Həmçinin başqa sözündə buyurur ki, rahiməhullah, dünyanı əldə eləmək istəyən insan öz kölgəsinin arxasıca qaçır. Onu heç vaxt tuta bilməyəcək. Bu sözlər, dəyərli qardaşlar, zat olaraq dünyanı qınamır. Zat olaraq dünyanı qınamır. Sənin torpağın varsa, hektarların varsa, ora sənin üçün qınanmayıb. Əgər onu düzgün istifadə edirsənsə, əgər orada buğda əkib, biçib, halal ruzu qazanırsansa, xeyirdir. Əgər orada üzüm əkib, saxır düzəldib, satırsansa, bəladır. O qınanılıb. Halala qınanmayıb. Əsas odur səni Allaha yaxınlaşdırsın. Səni Allahdan yayındırmasın. Rəbbin razılığına sən yönəlsin. Allah Teala ayədə buyurur ki, وَلَا تَدْرِ نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا, heç bir nəfs bilmir sabah nə qazanacaq. Kim bilir, dəyərli qardaşlar? Hesabatlar aparsaq da, ölçülər götürsək də, bunu belə edəcəm, bunu belə alacam, bunu belə satacam desək də, Allah Teala deyir ki, sən bilmirsən sabah nə qazanacaqsan. Sonra Allah Teala buyurur ki, وَلَا تَدْرِ نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتْ, heç bir nəfs bilmir, harda necə öləcək. Ticarətin üzərində ölə bilərsən, getdiyin yolda ölə bilərsən, işin üzərində ölə bilərsən, mini idarə eləyəndə ölə bilərsən. Vallahi ölüm, necə Muhammed sallallahu aleyhi ve sellem deyir, ayaqqabımızın bağı qədər yaxındır. Necə günlər keçdikcə bizə yaxın olan qardaşları dəfn eləyirik, bacılarımızı dəfn eləyirik. Lakin bu bizə təsir eləmir. Xatırlatmır Allahla qarşılaşacağımız günü, qəbrə qoyulacağımız günü. Bugün bizlərdən, hələ biz ibadət eləyənlərdən danışırıq. İbadət eləməyənlərdən danışsaq, vəziyyətləri çox pisdir. Belə danışanda deyirlər ki, görürsən biz deyirik bu ibadət eləyənlər doğrudan da pis gündədirlər. İbadət eləməyənlər, ibadət eləyənlərə nisbətdə daha pis gündədirlər. Çünki ibadət eləmək o deməkdir ki, sən günah eləməyəcəksən. İbadət eləyən də günah eləyir. İbadət eləməyən daha böyük günahlar eləyir.
Lakin ümumilikdə baxanda dəyərli qardaşlar, insanlar günahı elə edirlər ki, sanki Allah yoxmuş kimi. Təsəvvür elə günah eləyirsən ki, rahat. Allahla tək qalanda elə haramlara baxırsan ki, bu cihazda, sanki Allah səni görmür. Elə haramlar edirsən ki orada, elə oyunlar oynayırsan ki, sanki Allah səni görmür. Sanki Allahın sənə ayırdığı mələklər yazmır. Heç birisini keçməyəcəklər, dəyərli qardaşlar. Və vudu'al kitabu. Allah Teala deyir ki, və vudu'al kitabu. O gün kitab qoyulacaq. İnsanların əməl kitabları qoyulacaq. Fətaral mucriminə müşfiqinə mimmə vəcədu fihi. Günahkarları öz əməl dəftərlərində gördüyündən tir-tir əsmələrini görəcəksən. Deyəcəklər ki, məli həzəl kitab. Bu necə bir kitabdır? Heç bir şeş qoşanı bıraxmayıb. Heç bir üçün beşin bıraxmayıb. Heç bir etdiyin əməli bıraxmayıb. Oynadığın batil oyunları, Allahı qəzəbləndirən oyunları, çəkdiyin siqaretləri, söydüyün söyüşləri, elədiyin qeybətləri, nəmmamlıqları bıraxmır vallahi. Heç birisini bıraxmır. Məli hədəl kitab. Deyəcəklər ki, bu necə bir kitabdır? La yuğadiru sagiratan və la kebiratan. Nə bir kiçik, nə bir böyük, nə bir gizlin, nə bir aşkar, nə bir salih əməl, nə bir talih əməl. Hər birisi yazılıb. Ona görə dəyərli qardaşlar, axirət günü təhlükəli bir gündür. Allah Teala xüsusi olaraq o günü xatırladır. وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ. Allaha qaytarılacağımız gün ki var. O gündən qorxun. Günün özündən nə üçün qorxasan? Çünki o gün əzəmətli bir gün olacaq. O gün hesabat olacaq. O gün aləmlərin Rəbbi olan Allah gələcək. Allah Teala mələkləri gələcək. Tərəzilər qoyulacaq. Hesabat olacaq. Nə üçün etmisən? Nə üçün danışmısan? Allah bundan razı idi mi? Allah bunu sevirdi mi? Məgər bu danışığın xeyir mi gətirdi? Ziyan mı gətirdi? Allahın dininə nə xeyirlər vermisən? Allahın dininə yardım edənlərlə bir yerdə yardım etmisənmi? Allahın təkliyinə insanları çağırmısanmı? Allahın sənə verdiyi nemətləri Allahın yolunda istifadə etmisənmi? Niyə görə haramlar edirdin? Niyə görə asiliklər edirdin? Niyə görə içki məclislərində əyləşirdin? Niyə görə onlara qadağa etmirdin? Yaxşılığı əmr edib pisidən çəkindirmirdin? Vallahi dəyərli qardaşlar, bunlar Allahın ayələridir. Bunlar Allahın sabah bizə verəcəyi suallardır. Biz bir qardaş kimi xatırladırıq, özümüzü düzəldək, Allahın razılığı üçün yaşayaq, qəbirdə tək qalacağımız günü fikirləşək, mələklərin sorğu-sualını fikirləşək. Ölüm anında asilərin canlarının alınmasından Allah Teala Quran-ı Kərimdə danışır ki, kaş ki sən وَلَوْ تَرَى اِذِ الْمُجْرِمُونَ نَاكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ يَقُولُونَ رَبَّنَا. Kaş ki sən günahkarları onların canı alınanda Allahın qarşısında başlarını aşağı dikərək ey Rəbbimiz gördük və iman gətirdik. Bizi dünyaya geri qaydar, salih əməllər edək deyəndə görərdin. Təsəvvür et, Allah Teala xəbər verir ki, mələklər onların canlarını alanda de ki, kaş onların hallarını görərdin ki, Allaha necə yalvarırdılar. Niyə görə? Bir də bizə şans ver ya Rab. Bir də bizə şans ver. Bir də bizi qaytar. Gedək, sən nə istəmişdirsə onu edək. Allah Teala deyir ki, onlar yalan danışırlar. Biz onları dünyaya qaytarsaq, yenə də gedib bizim narazı qaldığımız əməlləri edəcəklər. Allah Teala bizə möhlət verib, dəyərli qardaşlar. Allah Teala bizə şans verib, nə qədər ürəyimiz döyünür, nə qədər gözlərimiz görür, nə qədər qulaqlarımız eşidir, nə qədər əlimiz, ayağımız tutur. Allah üçün yaşayaq. Allahın kitabını oxuya bilməyən dəyərli qardaşlarım, öyrənin Allah Teala'nın kitabını. Allahın Quran-ı Kəriminə hörmət qoymaq, onu öyrənməkdir, onu əzbərləməkdir, onu digərlərinə öyrətməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xayrukum mən təəlləməl Qur'anə və əlləməhu. Sizin ən xeyirliniz Quran-ı Kərimi öyrənən və digərlərini öyrədəndir. Varmı bizim içimizdə dəyərli qardaşlar Quranı öyrənib öyrədən? Varmı bizim içimizdə Allahın dinini bir-birinə öyrədən? Çox azdır dəyərli qardaşlar. Allah Teala sizə məscid nəsib eləyib. Sizin məscidiniz var. Bu məsciddən azan səsi gəlir. Allahın ucalığı bildirilir. Allahu Akbar,
Allahu Akbar, la ilahe illallah, Muhammeden Resulullah sallallahu aleyhi ve sellem, bu səs ucalır göylərə. Bu səsi qorumaq üçün, davamlı olması üçün bu məscidin qədrini bilmək lazımdır. Bir müsəlman məscidin qədrini necə bilə bilər, dəyərli qardaşlar? Sual, bir müsəlman məscidin dəyərin, qədrin, qiymətini necə bilə bilər? O məscidi zikirlə, ibadətlə dolduraraq Allah Teala buyurur ki, İnnəmə ya'mur məsacidallahi mən əmənə billahi vəl yevmil axir. Allahın məscidlərini abadlaşdıranlar o kəslərdir ki, onlar Allaha və axirətə iman gətirirlər. Alimlər deyirlər ki, abadlaşdıranlar, yəni iki növ. Birinci məscidi tikənlər, için və çölün abadlaşdıranlardır. İkinci, Allaha ibadət eləməklə oranı abadlaşdıranlardır. Namaz qılmaqla, Quran oxumaqla, elm məclislərində iştirak eləməklə oranı abadlaşdıranlardır. Qoruyun məscidimizi, qoruyun Allahın evini, öz evinizi necə qoruyursunuz dəyərli qardaşlar? Ən azından buranı da o qədər qorumaq lazımdır. Nə qədər bacarırsınızsa Allahın məscidinə dəstək olun. Fərqi yoxdur, sən nə ilə bacarırsan? Sənin sözün var sözlə, sənin elmin var elminlə, sənin maddiyyatın var maddiyyatınla. Vallahi dəyərli qardaşlar, ola bilər ki, Allah Teala bizdən birimizi yuduğumuz ayaq yollarına görə bağışlaya bilər. Çünki salih əməldir. Çünki Allaha yaxınlaşdırır. Bəziləri bunu, necə deyərlər, özlərinə sığışdırmasa da salih əməldir. Səni Allaha yaxınlaşdırır. Ona görə Allah Teala səni bağışlaya bilər. Gəl bura, namaz qıl, cəmaatla bir yerdə ol, Quran oxu, Quran öyrət, əxlaqını qoru, təzə gələnlərə əxlaqınla, ədəbinlə onlara nümunə ol. Əlhəmdülillah sizdə xütbələr verilir. Allahdan və Rasuldan danışılır. Gəlin, dinləyin, qulaq asın, öyrənin, öyrədin. Siz təsəvvür edin ki, dəyərli qardaş, sizlərdən hər birimiz, bizlərdən hər biri bizi dəvət eləyənlərin dəvətinin səbəbi ilə hidayət olmuşuq. Lakin dəvətçi yoxdur. Dəvətin ardı gəlmir, danışanların ardı gəlmir. Sənin yaşadığın kənddə, kəsəydə görürsən, dəvətçi demək olar ki, yoxdur, azdır. Allah Teala qardaşa bərəkət versin, kamil qardaşımız. Allah Teala onu bizim bilmədiyimiz günahlarını bağışlasın. Biz heç kəsi Allahın qarşısında təmizə çıxartmırıq. Lakin əlhəmdülillah etiqadımız və imanımız odur ki, əgər Allah Teala bir insanı bir yerə təyin eləyibsə, bu Allahdandır, bizdən heç yoxdur. Allah Teala buyurur ki, yudabbirul əmra minəs-səmə, işlər göydən idarə olunur. Kim hardadısa Allah onu orada görmək istəyir. Əlhəmdə qardaş danışır, xütbə verir, dərslər təşkil eləyir. Gəlin, oturun, əyləşin, dinləyin, yazın, əzbərləyin, insanlara öyrədin. Siz fikir verməyin o kəslərə ki, onlar deyirlər sən oxumamısan, o oxumayıb. Lakin oxuyanlara Allah Teala bir çox şey müvəffəq eləməyib. Müvəffəqiyyət Allahdandır. Əlhəmdülillah, kim nə bacarırsa, Allah Teala bu ki, fəttəqullaha məstətə'tum. Allahdan bacardığınız qədər qorxun. Əgər bugün bunu bacarırsa qardaş, eləməlidir. Dəvət eləməlidir Allaha. Qorumalıdır Allahın dinini, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini. Fitnələrin dövründə yaşayırıq, azanların və azdıranların dövründə yaşayırıq. Əlhəmdülillah, siz də istifadə eləyin. Hər bir cəhətdən dəyərli qardaşlar, kim nə bacarırsa, Allahın məscidi üçün əsirgəməməlidir. Qardaş bunu bacarır, əlhəmdülillah, qoy onu eləsin. Sən bunu bacarırsan, sən də onu elə. Allah Teala buyurur ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى. Allahdan qorxmaqda və salih əməllərdə bir-birinizə yardım eləyin. وَلَا تَعَوَنُوا عَلَى الْإِسْمِ وَالْعُدْوَانِ. Günahda, pis işlərdə, düşmənçilikdə bir-birinizə yardım eləməyin. Əlhəmdülillah, qardaş danışır, dəvət aparır, öyrənir, öyrədir. Elm tələbələri ilə bir yerdədir, şeyxlə məsləhət eləyir, başqa böyük tələbələrimizlə məsləhət eləyir. Biz də bir qardaş kimi gücümüz satandan əlhəmdülillah ona dəstək oluruq. Allah həmd olsun. Ne üçün olmayaq? Siz təsəvvür edin ki, heç bu ağıldandırmı? Danışan insan, xeyir öyrədən insan, dəvətdə çalışqan olan bir insanı gözdən salasan, alçaldasan, oxumayıb, bilmir, cahildir və s. Belə bir xeyrin bu sözlərlə qarşısını almaq olarmı? Nə cavab verərsən Allah Teala qiyamət günü əgər sən belə şey etsən? Sənin sözünlə bir insan həvəsdən düşüb, Allaha olan dəvəti tərk eləsə, sən səbəb olarsan ki, qiyamət günü tövhidə və sünnətə dəvət edən bir mane olmasan. Hansı ki, Allah Teala Quran-ı Kərimdə وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَى إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. İnsanları Allaha tərəf çağıran, özü də salih əməl edən və mən müsəlmanlardanam deyəndən yaxşı danışan kim ola bilər? Adam tövhidə çağırır, adam sünnətə çağırır, adam meçidə çağırır, əminamanlığa çağırır, xeyrə çağırır, xeyir üzərində yardımlaşmağa çağırır. Sən bunun qarşısını mı alırsan?
Qiyamət günü Allaha nə cavab verəcəksən? Əksinə, yardım etmək, dəstək olmaq, müdafiə etmək, təsəlli vermək, səbirli ol, dəyərli qardaş, Allah bunu sənin üçün asanlaşdırıb, biz də sənin yanındayıq, biz də sənə hər cəhətdən, necə Allah Rasulullah sallallahu aleyhi ve sellemin sahabələri Allah Rasuluna yardım edirdilər. Hətta qadınlar, Xədicə anamız, Allah Rasulullah sallallahu aleyhi ve sellem tək olanda, tövhidlə tək mübarizə aparanda Xədicə anamız bir çox kişilərin bacarmadığı həmin vaxtda bir çox kafir kişilərin, fasiqlərin eləmədiyi əməli Muhammed sallallahu aleyhi ve sellem eləyirdi. Müdafiə eləyirdi onu, təsəlli verir, deyirdi ki, narahat olma ey Muhammed sallallahu aleyhi ve sellem, çünki sən Allahdan qorxansan, çünki sən kasıblara yardım eləyirsən, yolda qalanların yükünü aparırsan, əmin adamsan, sən xəyanətkar deyilsən, Allah sənə çıxış yolu verəcək, Allah sənə üçün asanlaşdıracaq. Budur bizim salih sələflərimizin yolu, dəstək olmaq, yardım etmək, həvəsləndirmək, həvəsdən salmamaq, hər bir şeylə Allahın dininə yardım eləmək bizim və sizin üzərinizə vacib dəyərli qardaşlar. Qədrin bilin, istifadə eləyin, Allaha dua eləyin, Allahdan sabitçilik istəyin. Allaha deyin ki, ya Rab, bizi və bütün dəvətçilərimizi sabit elə, onların sözü ilə, əməli ilə bu dəvətə, bu dinə, bu millətə fayda ver. Bir də son olaraq dəyərli qardaşlar, sizə qısa bir məsələni xatırlatmaq istəyirəm. Hər birimiz dəvətçiyik, hər birimiz, lakin hərəmiz öz gücümüzdə. Allah Teala deyir ki, Udu ilə səbil Rabbik bil hikməti vəl məvizatil həsənə. Rəbbimin yoluna dəvət elə, moizə ilə və hikmətlə. Yəni gözəl moizə və hikmət. Əgər sözün varsa sözünlə, sözün yoxdursa əməlinlə, sənin bugün dəvətə ən böyük xeyrin əməlinlə edəcəyin xeyirdir. Allah Teala sənə nəsib eləyib. Allah Teala sənə üçün asanlaşdırıb. Elm tələbələri danışır, elm tələbələri dəvət aparır, Allahın dininə yardım eləyir. Sən də ona kömək ola bilərsən. Onların dərslərini yaymaqla, paylaşmaqla, ora gözəl rəylər bildirməklə, səndən tələb olunan işarəni, layiqdir nədir onu qoymaqla dəvətə yardım eləyə bilərsən. Vallahi qiyamət günü Allah Teala elə savablarını gətirəcək ki, sən onlardan indi xəbərin yoxdur. Lakin Allah Teala sənə verəcək. Bir dənə sən bu işarəni qoymaqla 7 nəfərin qabağına çıxmağa səbəb olursan həmin dərsin. Əgər bugün dəvətin sənin bu əməl və ehtiyacı varsa, sən nə üçün dəvəti, haqqı və haqqın əhlin bu şeydən məhrum eləyəsən? Evin içində, miniyində, yerində uzananda 10 saniyə, 15 saniyə Allah üçün ayır. Haqq üçün, haqqa yardım üçün, haqqın əhli üçün. Muhammed sallallahu aleyhi ve sellem o çətinliklərə baxmayaraq, dəyərli qardaşlar, o əziyyətlərə baxmayaraq dini bugün bizə çatdırıb. İnnə ərsəlnəkə rəhmətən lil aləmin deyir Allah Teala ona. Allah Teala deyir ki, səni aləmlərə rəhmət olaraq göndərmişik. Bizə rəhmət olaraq göndərilən Peyğəmbərin bugün sünnəsi inkar olunur. Allahın kitabı bugün ağıllara uyğun yozulur. Allahın kitabında hərflər və hərəkələr dəyişdirilir. Lakin onların müdafiə eləyən azğınlar Quranın müdafiə eləyən, sünnəti müdafiə eləyənlərdən daha aktivdirlər. Bu bir sələfiyə, bu bir sünniyə yaraşarmı? Əlbəttə yaraşmaz. Hər bir qardaşımızı, bacımızı, eşidənlərin hər birisini dəvət eləyirik ki, Allahın dininə yardım etsinlər. Əməlləri ilə yay, paylaş, insanlara çatdır, dəvətdən payın olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qiyamətə qədər ümmətimdən haqq üzərində kömək olunmuş bir tayfa olacaq. Lə yadurruhum mən xaləfəhum. Qıraqdan olub onlara müxalif olanlar və lə mən xazələhum, içlərindən olub onları köməksiz qoyanlar onlara heç bir zərər verə bilməzlər. Vay o gündən ki, dəyərli qardaşlar, hər birimiz haqqın içindən olub haqqı köməksiz qoyanlardan olarıq. Allah Teala bizi haqqa yardım eləyən, qullarından etsin, bütün xeyirlər Allahdandır. Xətalar bizim nəfsimizdən və şeytandan da. Aqulu mən səmi'tum və əstəğfirullah li və lakum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innehu huvəl ğafurur rahim. Allah Allah.